Biri vardı, biri yox idi. Uzaq keçmişdə, ucqar bir kənddə kasıb bir odunçu ailəsi ilə bərabər yaşayırmış. Ömrü doğulub böyüdüyü kənddə keçmiş, yaxınlığındakı meşədən yığdığı odunları satmaqla kiçik ailəsini zorla dolandırırmış. Odunçu və arvadının aman zaman bir oğulları varmış. Odunçu oğlu hələ 10-11 yaşında olanda onun əziyyət çəkməsinə qıymır, iri gövdəli ağacları özü doğrayıb əl arabasında daşıyıb satmaqla birtəhər dolanırdı. İstəyirdi ki, oğlu daha da böyüsün, qolu güclənsin, sonra atasına kömək etsin. Günlərin bir günü yenə oduncu, ovuc içi kimi yaxşı tanıdığı meşədə münasib ağac axtarırdı. Kolların arasında iri gövdəli qoz ağacı tapdı. Oduncu sevindi və öz-özünə dedi: "Nə yaxşı oldu, qoz ağacının qiymətli oduncağı olur. Bunu kömür etmək heyifdir. Aparıb şəhərdə sənətkarlara sataram." Kolları təmizləyib ağaca yaxınlaşdı. Baltanı qoz ağacının gövdəsinə vurmaq üçün qaldıranda qulağına qəribə səs gəldi. Əvvəl elə bildi, qulağına səs düşüb. Ətrafa diqqətlə baxdı, lakin heç kimi görmədi. Yenə də baltanı qaldıranda bu dəfə səs ucadan gəldi. "Ey, odunçu, mənə qıyma!" Odunçu qorxdu, fikirləşdi. Bəlkə qulağıma səs düşüb. Üçüncü dəfə səsi daha aydın eşitdi. "Ey, odunçu, mənim qol budaqlarımı zərərli sarmaşıqlardan təmizləsən, sənə hər il çoxlu məhsul verə bilərəm. Sən də məhsulumu satıb daha çox pul qazana bilərsən." Odunçu bir qədər fikrə gedib, ağacın müdrik məsləhətinə əməl etmək qərarına gəldi. Ağacın 4 tərəfini zərərli otlardan, kollardan təmizləyib evinə gəldi. Evdə yoldaşına meşədə rastlaşdığı qəribə hadisəni danışdı, yoldaşı onun dediklərinə inanmadı. Sonra odunçunun ciddi olduğunu görüb qınadı. "Bizə gündəlik pul lazımdır. Ağacın bəhər verməsini gözləyə bilmərik." Lakin odunçu israrlı idi. Ağaca qulluq etdi və həmin ilin yayında çoxlu bəhər toplayıb satdı. Üstəlik, ağacın yeni cücərmiş budaqlarından tink gətirib həyətində əkdi. Tinklər yavaş-yavaş böyüyüb, qollu budaqlı ağac olub, hər il çoxlu bəhər verdilər. Beləliklə, odunçu səbirlə böyük bir qoz bağının sahibinə çevrildi. Məhsul artdıqca köhnə peşəsindən əl çəkdi. Oğlu da artıq böyümüş, bağı becərməkdə və məhsulu satmaqda atasına kömək edirdi. Amma bir iş vardı ki, oduncunun oğlu atası kimi səbirli deyildi. O tezliklə varlanmaq istəyirdi. Bir gün odunçu həmişəki kimi ona faydalı məsləhət vermiş, qocaman qoz ağacına qulluq etmək üçün meşəyə getmişdi. Evə biraz gec gəlmişdi. Həyətə daxil olanda bağındakı bütün ağacların yerinin bomboş olduğunu görüb təəccübləndi. Demək, oğlu qoz ağacının oduncağının qiymətli olduğunu bilib, dostları ilə əlbir olub, bütün ağacları mişarlayıb baha qiymətə satıbmış. Odunçu bərk qəzəbləndi. Uzun illər səbirlə qulluq edib böyütdüyü ağacların məhv edilməsi onu sarsıtdı. Oğlu ilə bərk mübahisə edirdi. Tamahkar oğul isə atasını eşitmək belə istəmirdi. Əlindəki pulla lovğalanırdı. Odunçu səbrin nə qədər böyük nemət olduğunu, sərvət əldə etməkdə səbirli olmağın əsas olduğunu dedi, lakin oğlu onu eşitmək belə istəmədi. Odunçunun tamahkar oğlu bir neçə ay ərzində əlindəki pulu sağa-sola xərcləyəndən sonra nə qədər səbirsizlik etdiyini anlayıb çox peşman oldu.
Ancaq artıq çox gec idi. Nailac qalıb atasının çoxdan istifadə etmədiyi köhnə baltanı itilədi və kör peşman meşəyə odun qırmağa yollandı. O bilirdi ki, bundan sonra yalnız meşədən qırdığı odunla dolanmalı olacaq. Əgər bu hekayəni bəyəndinsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutma. Yeni nağıllarda görüşənədək, sağ olun uşaqlar.